Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugünkü videomda sizinlə yenidən Novruz xonçasının hazırlanmasını paylaşacağım. Yorumlarda lentdən səməni hazırlanmasını istəyən izləyicilərimiz var. Video hazırlanır, inşallah tezliklə paylaşılacaq, onu da demək istəyirəm. Əvvəlcə korpusumuzu hazırlayıram. Hazır qutum var idi. Üzərinə kulyonka çəkəcəm ki, belə kağız var, kulyonka kağız, səliqəli görünsün. Əgər əlinizdə belə qutu yoxdursa, kardondan özünüz də hazırlaya bilərsiniz. Daha sonra səbətimizi bəzəməyə başlayıram. Kənar hissəyə milli parçam var. Ondan kant kəsib yapışdıracağım. İstəsəniz hazır milli kantlar var. Eni az olur. Bir neçə qat üst-üstdən yapışdırmalısınız. O formada da istifadə eləmək olar. Yaxud həsir parça kimi yapışdıra bilərsiniz. Yəni xonçanı bəzəmək tamamilə sizin zövqünüzdən asılıdır. Süni çimi soruşursunuz ki, hardan alıram? Səbət dükanlarında olur. Elə bu formada, yəni kiçik ölçülər formasında kəsilib satılır. Sədərəkdən əldə eləmişəm. Amma hal-hazırda Novruz öncəsi çox dükandan əldə eləyə bilərsiniz. Həm tam içəri hissəyə keçməsinə diqqət eləyin ki, daha möhkəm olsun. Kəsmədən topa formasında yapışdıra bilərsiniz. Mən biraz çələng forması əldə eləmək üçün kəsdim. Belə bir suvenir yerləşdirəcəm. Mən ilk öncə kuklanın ayaq hissəsini biraz kəsdim. Çünki çox hündür olmağını istəmirəm. Yəni kənd miniatürünə görə Barbie kuklaları biraz manken formasında, manken ölçülərindədir. Ona görə ayaq hissəni biraz kəsdim. Geyim hissəni isə zövqünüzə uyğun rənglərdən istifadə edə bilərsiniz. Əvvəlcə ətək hissəni hazırlayıram. Mən çox vaxt bel hissəni əvvəlcə iynə sapla tikib büzürəm. Bu dəfə birbaşa gəlinciyin üzərində hazırlayacağım. İstəsəniz qol hissəni əvvəlcə hazırlayıb, belə deyək, jaketin üzərinə tikə bilərsiniz, yaxud da gəlinciyin üzərində yapışdıra bilərsiniz. Hansı sizə rahatsa, hər iki qaydada hazırlaya bilərsiniz. Və baş ləçəyini hazırlayıram. Ləçəyin uclarını əlimizdə bu formada burub, daha sonra yapışdıracağım. Biraz da düyün atmış formanı verib, daha sonra bu qıvrımların açılmaması üçün ara hissələrə kley vuracağım. Yəni birbaşa düyünlədikdə bəzən qıvrımlar açıla bilir. Ona görə hər dəfə biraz kley vurub parçanı qıvırın, daha sonra düyünlənmiş formanı verin. Və gördüyünüz kimi ləçəyimiz hazırdır və çox gözəl alındı.
Gəlinciyimiz hazırdır. Daha sonra isə keçinin südünü yığmaq üçün vedrəni hazırlayacağım. Vedrəni taxtadan hazırladım. İstəsəz sadə plastikdən də hazırlaya bilərsiniz və yaxud da mən öncəki videolarımızda paylaşmışam. Karton kağızdan sadəcə üzərini dırnaq boyasından boyayıb vedrə hazırlamışdım. O da çox gözəl görünür. Altlıq üçün istənilən plastik qapaqdan istifadə eləmək olar və vedrənin kənar tərəflərini, yəni simmetrik olaraq iki tərəfində bir taxtanı nisbətən uzun kəsirəm ki, qulpları keçirtmək üçün və dəlik açmaq üçün kiçik ölçülü atverkadan istifadə eləyəcəm. Yəni üzərində biraz basıb burduqda sanki şurup bağlamış kimi belə dəlik açmaq olur. Çünki başqa bir şeylə dəlik açdıqda taxta ortadan bölünə bilir, çox incədir. Ona görə ancaq bu formada bura biraz üzərindən basıb bu formada burub dəlik açmaq olar. Çox gözəl görünür ipi keçirtdikdə. Əgər bunu eləmək istəməsəz, ipi sadəcə içəridən yapışdıra da bilərsiniz. Dediyim kimi hər zaman qeyd edirəm, videolarda təkrar cümlə olur. Miniatürlərdə kiçik detallara önəm verdikdə daha canlı və daha gözəl iş ortaya çıxır. Əvvəlcə kənar hissələrə ip bağladım. Onu da qeyd edeyim ki, bu ipin əvəzinə sim də bağlaya bilərsiniz. Yəni, yalnız qulp hissəyə həsir ip keçirdib, kənar hissələrə bir az bərk, yəni çox bərk olmasın, sim keçirdib halqa formasında sıxa bilərsiniz. İnşallah növbəti videolarımda dediyim modeli də sizə göstərərəm. İndi isə səbətimizə tonqalımızı yerləşdirəcəm. Bunun da hazırlanmasını YouTube kanalımızda paylaşmışam. İstəsəniz buyurub baxa bilərsiniz. Və xonçanın ön hissəsinə kiçik hasar çəpər yerləşdirmək istəyirəm. Hazır formada satışdan da əldə edib yapışdıra bilərsiniz. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.